Salam değerli izleyiciler, kanalıma hoş geldiniz. Bu videomda sizlerle sobada pişen toyuq tabakanın hazırlanmasını bölüşürüm. Bütöv toyuğu videoda gördüğünüz bu şekilde edip üzerinden çəngəllə deşləyirəm. Sonra ise təxmini 4-5 yemək qaşığı qədər duru yağın içərisinə 1 çay qaşığı şirin paprika, yarım çay qaşığı istiot, duz, 1 yemək qaşığı sıyıq turşu, 1 yemək qaşığı pomidor tomatı əlavə edib qarışdırıram. Qeyd etmək istəyirəm ki, içərisinə əlavə etdiyim ədviyyatları zövqünüzə görə artırıb azalda bilərsiniz. Hazırladığım bu sousu toyuğun həm üz hissəsinə, həm də içəri hissəsinə çəkirəm. Sosu hamısının içərisinə çəkdikdən sonra tavanın içərisinə biraz daha yağ əlavə edib 250 dərəcə qızdırdığım sobaya qoyuram bişməyə. Budur, artıq çox tez hazırlanan, çox da dadlı toyuq tabaka hazırdır. Bugünlük də məndən bu qədər olsun değerli izleyiciler. Videolarımı beğenip abone olmağı unutmazsanız çok sevinirim. Yeni video reseptlerde görüşmək üzere inşallah. Allah'a emanet kalın.